Orta gün qonaqlarımızla davam edir. Zəfər paradından danışacağıq. Qələbəmizin 5-ci ildönümü ilə bağlı Azadlıq meydanında nümayiş olunan texnikalar Azərbaycanın hərbi gücünü göstərməklə yanaşı siyasi iradəsini ortaya qoydu. Azərbaycanın öz silah arsenalını yeniləməsini parada Azərbaycanın prezidenti ilə Çinə Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakını, eyni zamanda da digər məsələləri müzakirə edəcək. Qonaqlarımız hərbi ekspert Ramil Məmmədli və həmçinin də siyasi hərbi ekspert Telman Qasımovdur. Salamlayıram hər birinizi, xoş gəlmişsiniz. Xoş gününüz olsun, təşəkkür edirəm. Sağ olun. Ramil müəllim, elə öncə sizdən başlamaq istəyərdim. Paradla bağlı təəssüratlarınız necə oldu? Əlbəttə ki, hər bir hərbi parad özlüyündə həmin ölkənin gücünün nümayişidir. Ordusunun gücünün nümayişidir. Ordunun gücü isə onun nümunəvi qoşun növlərinin olmasında və həmçinin silah texnika parkı ilə bağlı olan məqamlardır. Əlbəttə ki, paradlarda, hərbi paradlarda ölkələr öz hərbi potensiallarını tam olaraq nümayiş etdirmirlər. Məqsədə uyğun silah və texnikalar burada nümayiş etdirilir. Bu baxımdan, əgər biz nümayiş olunan silah və texnikalar üzərindən məsələyə yanaşsaq, görərik ki, Azərbaycan ordusu ötən 5 il ərzində, yəni biz Vətən müharibəsinə qədər olan dövr və ondan dərhal sonra keçirilən parad və ardınca ötən dövr ərzində, 4-5 il ərzində Azərbaycan ordusunun silah texnika arsenalındakı dəyişiklikləri analiz etməliyik və görünən odur ki, Azərbaycan silahlı qüvvələri müasir rəqəmsal texnologiyalar əsasında yaradılan hərbi vasitələrin, yəni silah və texnikaların sayının artırılması, çeşidinin artırılması və bunun Azərbaycan ordusunun arsenalına inteqrasiya olunması istiqamətində çox ciddi addımlar atıb. Biz bura həm hava hücumundan müdafiə sistemlərinin zənginləşdirilməsini, həm demək pilotsuz uçuş aparatları, yəni dronların çeşidinin zənginləşdirilməsini, həmçinin quru qoşunların istifadəsində olan texnikaların və texnologiyaların zənginləşdirilməsini, həmçinin operativ taktik raketlərin sayının artırılması kimi görə bilərik. Aydındır. Telman müəllim, ümumiyyətlə nümayiş olunan Zəfər paradı qələbəmizin mahiyyətini hansı dərəcədə ifadə edə bildi? Çox böyük bir ifadə verdi. Nə üçün? Çünki bu təkcə yəni Pakistanın, Türkiyənin, Azərbaycanın üçün nəzərində tutulmayan bir möhtəşəm bir paradı idi. Bu parada bütün dünya nümayiş elədi, baxdılar, gördülər və bir daha əmin oldular ki, həqiqətən də bu üç dövlət sözdə yox, əməldə də birdilər. Bu baxımından yəni çox böyük bir dəyər vermək lazımdır o keçirilən parada. Yəni bilirsiniz necədir? Türkiyə, qardaş Türkiyə dövləti bəllidir. Bizim yəni böləcəyimiz və ayıracaq bizi heç bir yollar yoxdur. Biz əbədi qardaşıq Türkiyə ilə. Amma digər tərəfdən Pakistanın bizə qoşulması, siz təsəvvür edin ki, müsəlman dövlətlərin içərisində yeganə Pakistan dövlətidir ki, onun nüvə silahı var. Bu nüvə silahına malik olan böyük bir belə bir dövlətin cənab prezidentin yanında olması, özdəki Qarabağa səfəri zamanı həqiqətən də Pakistan baş naziri deməsi ki, biz iki dövlət, bir can yox, biz artıq 3 canıq. Biz yəni belə başa düşməliyik ki, bir 3 dövlət, bir canıq biz hamımız burada. Bu baxımından çox böyük bir mahiyyəti var bu tədbirin keçirilməsinin. Amma mən sizə bir şey deyim ki, mənə ən çox maraqlandıran xarici, yəni ölkədən kənarda olan reaksiyaları idi ki, necə reaksiya verilir də. İndi mən bilirəm ki, dostlarımız onsuz da sevinir. Amma bizi istəməyən qüvvələr də var axı. Onların reaksiyası necə oldu bu keçirilən parada? Özü bu cür möhtəşəm bir paradda. Məsəl üçün Pakistan təkcə baş naziri gəlməmişdi ki, özü ilə bir yerdə, məsəl üçün bir korobka özü ilə, məsəl üçün belə hesab etsək, tağımı ilə gətirdiyi həmin o Pakistanın silahlıları idi, yəni əskərləri idi, zabitləri idi. Digər tərəfdən Türkiyənin özü. Türkiyə biz onsuz da alışmışıq, biz bilirik ki, Azərbaycan hardadırsa, qardaş Türkiyə də oradadır. Ona görə də mənə daha çox o dövlət
dövlətlər hansılar ki, istəmirdilər. Belə deyək də, izlədim və digər dövlətlərin gördüm ki, yox, çox kəskin belə reaksiyalar yoxdur. Yəni, kəskin reaksiya yoxdur. Mən bir tərəfdən rahat oldum ki, həqiqətən də danışıqdan çox artıq keçmək lazımdır əmələ. Ona görə də bu baxımından Pakistan balaca bir dövlət deyil, Türkiyə balaca bir sıradan dövlət deyil. Hər ikisi də potensialına görə, hərbi imkanlarına görə, həm də ki, hərbi sənayesinin hansı səviyyədə, hansı dərəcədə olduğu da bu sir deyil. Bu baxımından mən düşünürəm ki, bizim üçün bu çox böyük bir şans yaranıb, çox böyük bir, belə deyək də, yollar açılıbdır ki, cənab prezidentin çıxışında da, ifadəsində də mən artıq belə başa düşdüm ki, Azərbaycanın getdikcə hərbi sənaye sistemi getdikcə daha da güclənəcək. Günə-gün olsun ki, mən inanıram, buna da inanıram ki, həmin o qırıcı təyyarələr hansılar ki, Pakistan istehsal eləyir, Türkiyənin ağır texnikaları var, tanklar istehsal eləyir, helikopterlər istehsal eləyir. Bax, bunlar bizdə istehsal olunacaq. Çünki bu istiqamətə mən belə başa düşdüm ki, artıq o istiqamətə doğru gedirik ki, Azərbaycanın hərbi sənayesi o səviyyə gəlib çatacaqdır ki, bu ağır texnikalar artıq Azərbaycan istehsal eləyəcək. Nəinki təkcə daxili bazarına görə, hətta xaric ixal eləyəcəkdir, satacaqdır. Oradan gələn gəlirlərlə daha da genişləndirəcəkdir öz potensialını. Buna görə də siyasi baxımından bu uğurlu bir parad oldu. Kəskin reaksiya mən görmədim. Düşmən olsa düşməndir, yazır, bu aydın məsələdir, bunu yazır. Amma hətta Ermənistanda bu bir ajotaj yaratdı. Nə üçün yaratdı? Yəni, o radikallar ki var, Paşinyanı ki qınayırlar, sülhə getmək. Bəli, o revanşistlərə biraz çox narahat oldular ki, bəs bütün bunların müqabilində Ermənistan çoxları hesablı Paşinyan hesab edir ki, Azərbaycanın artıq qarşısında baş əymək lazımdır. Amma bu belə deyil. Biz potensialımızı gücləndirəcəyik. Amma nə ilə gücləndirəcəklər? O yolunu göstərmirlər. Ona görə də bu baxımından bu paradın keçirilməsi çox gözəl, çox belə yerində olan bir parad oldu. Mən sizə deyim ki, ilk 5 il bundan öncəki keçirilən paradla bunun ikisinin arasında olan bu dövr ərzində nə gedən bizim ordumuzun inkişafı, müasir dövrə, 4-cü, 5-ci nəslə aid olan o texnikalar, hətta bizim yerli istehsal elədikləri, bax, o texnikaları görüb adam görür, duyur, fəxr edir ki, həqiqətən də Azərbaycanın bu cür potensialı, Azərbaycanın bu qədən, belə deyək də, həm xarici siyasəti, həm belə dövlətlərlə, digər dövlətlərlə münasibətlərin bəslənməsində nə gedən belə deyək, güc sərf olunur. Baxımından Allah Taala qurban olum, bizim necə deyirlər, elə bil ki, o 30 illik çəkdiyimiz o əziyyətlərin, çəkdiyimiz o zülümlərin elə bil ki, bizə bir yol açıbdır ki, həqiqətən də Azərbaycan xalqını biz xoş günlərə, firavan günlərə aparıb çatdıraq. Aydındır. Buyurun. Tema müəllimin fikrini davamlı olaraq bir şey söyləmək istəyirəm. Həqiqətən də orada bir məqam var idi. O sənaye, hərbi sənaye sahəsində birgə fəaliyyətlə bağlı. Azərbaycan öz hərbi sənayesi, Azərbaycan ümumiyyətlə hərbi sənayesi digərlərindən fərqlənir spesifikliyinə görə. Biz Azərbaycanda həm Sovet hərbi sənayesinin davamı olaraq istehsal olunan məhsullar, yaradılan məhsulların istehsalı həyata keçirilir, həm də Qərb belə deyək də kəşflərinin, Qərb sənayesinin məhsulları istehsal olunur. Məsələ burasındadır ki, Azərbaycan bu kontekstdə həm Pakistanın, həm Türkiyənin müdafiə sənayesi təcrübəsindən irəli gələrək birgə layihələrə start verməyə, təkcə startap kimi yox, yəni yenilik kimi yox, hazır məhsulların yaradılması istiqamətində də işlərin başlanılmasına start verib. Artıq bu istiqamətdə müəyyən addımlar atılır. Və burada ən əsas məqamlardan biri hərbi siyasi iradənin nümayiş etdirilməsidir. Siyasi iradənin nümayiş etdirilməsidir və Azərbaycan bu siyasi iradəni nümayiş etdirərək həm baxmayaraq ki, regionda, ümumilikdə Avrasiya məkanında, Asiya məkanında böyük dövlətlər var ki, onlar Pakistanla dost deyirlər.
Türkiyə ilə dost deyirlər. Bütün bunlara baxmayaraq, yəni Qərblə dost deyirlər. Türkiyə Qərb düşərgəsidir, NATO düşərgəsidir, dost deyirlər. Amma Azərbaycan bütün bunlara baxmayaraq bu iki ölkə ilə hərbi texniki sahədə də təkcə satın almalar deyil, birgə layihələrin yaradılması istiqamətində də işləri davam etdirir. Mən bir-bir adları çəkmək istəmirəm, amma həqiqətən də gələcəkdə inşallah Azərbaycanın qələbəsinin, Vətən müharibəsinin qələbəsinin 10 illiyi münasibətilə keçirilən paradda biz bunun nümayiş olunacağını görəcəyik və şahid olacağıq inşallah. Aha. Telman müəllim, ümumiyyətlə insanlarda belə bir fikir var idi ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan eyfariyaya qapılacaq və artıq hərbi sənaye o qədər də diqqət ayırmayacaq, artıq qalib gəldi. Amma biz bunun əksini gördük ki, əksinə, belə deyək ki, hərbi sənayedə çox müasir silahlar, texnikalar yer alır və s. və ilaxır. Ümumiyyətlə soruşmaq istəyərdim ki, bu hansı islahatlar başlanıldı 44 günlük müharibədən sonra bu sahədə? İslahatlar başlanıldı, açıq mən sizə deyim. Çünki təkcə o, demək, parad zamanı nümayiş olunan, demək, o avtomobillərdən yəni bağlı deyildi sənayenin deməli inkişaf etməsi. Bir çox məsələləri var ki, Azərbaycan hərbi sənayesi istehsal eləyibdir və gələcək planlarda da onlar nəzərə tutulur, digərləri. Amma indi məxfiçiliyə görə nə o texnikaların, nə o silahların nə adını çəkmək olmaz, nə də ki, onları paradda nə ki nümayiş eləmək olardı. Onlar elədilər, o olundu. Digər məsələlər qapanmış vəziyyətdə qalmalıdır. Çünki biz düşünməyək ki, elə hər kəs bizi sevir, hər kəs bizi belə deyək, dəstəkləyir. Bilirsiniz ki, bu bir qaydadır, Hansı ki, bir dövlət hərbi parad keçirirsə, qarşı tərəfdəki rəqib tərəf səhərə qədər otururlar elə televizorun qabağında, hər şey izləyirlər və analiz edirlər və digər məsələlərdə bu belə məsələləri gündəmə özlərində öz müzakirələri nəticəsində nəticələr çıxardılar. Məsəl üçün, bilirsiniz ki, Qarabağ və Ermənistan, Azərbaycan arasındakı olan o sərhədyanı bölgələr relyef biraz çətin relyefdir. Yəni dağlıq yerlər var, düzən yerlər var, keçidli, keçidsiz yerlər var ki, və onlara uyğun silahlar alınır. Ermənistanın məsəl üçün havadan müdafiə sistemləri tamamilə məhv olub onsuz da 44 gün müharibəsi zamanı. Onsuz da yoxdur, yox səviyyəsindədir. Bu bəllidir, artıq bunlar məlumdur. Digər tərəfdən indi Azərbaycanın digər silahlarını, texnikalarını əgər nümayiş etdirərsə, rəqib tərəf təbii ki, ona baxıb, ona qarşı alternativ digər silahları və sursatları almalıdır. Almalıdır ki, gələcəkdə, məsəl üçün deyirəm də, məsəl üçün gələcəkdə əgər münaqişə yenidən başlayarsa, onların qarşısını ala bilsin. Məsəl üçün, haubitsaları var ki, özü yeriyən haubitsaları var ki, Azərbaycan onsuz da bunu almışdı və istifadə də elədi 44 günlük müharibədə. Və bugün o haubitsalar hansılar ki, ölkənin adını da demirəm və əldə olunan yeni texnologiyaya uyğun olan 4-cü, 5-ci nəsilə aid olan o haubitsaları nümayiş eləmək olmaz. Çünki Ermənistan bu haubitsaları alır, onsuz da Hindistanla bu bəlli məsələdir. Amma digər yeni müasir tipli, müasir dövrlü elektron, belə deyək də, elektron tipində olan yeni o haubitsalar var ki və digər silahlar var ki, cihazlar var ki, bunları əgər rəqib tərəf görərsə, aid edəcək öz üçün və bunlara qarşı yenidən gedib texnologiyaya uyğun olaraq o həmin o bizdəki olan silahlara qarşı silahlar alacaqdır. Bu baxımından mən deyirəm ki, yəni elə şeylər var ki, biz onun zamanı var, vaxtı var. Məsəl üçün biz orada bəzi şeylər nümayiş elədilər. Heç bizim onlardan, bizim deyəndə yəni xalqın ondan belə məlumatı yox idi. İlk dəfə həmin günü gördülər. Nə üçün? Çünki artıq zamanıdır. Bunu göstərmək olar, nümayiş elətdirmək olar. Amma digər məsələlər, bunlar hamısı qapalı və gizlin qalmalıdır. Bu da təbiidir, normaldır. Bu belə, bütün dövlətlərdə bu belədir. Ona görə baxımından mən hesab edirəm ki, paradın keçirilməsi ilk növbədə ən vacib məsələlərdən biri də budur ki, biz edə bildik bunu.
Biz bunu edə bildik və yanımızda biz tək olmadıq, yanımızda qardaş dövlətlər oldu və düşünürəm ki, Ermənistan bax bu keçirilən paraddan bir dərs çıxarmalıdır, bir nəticə qoymalıdır qarşısında. Düzdür, indi təkcə Ermənistan deyil, indi burada bilirsiniz ki, digər dövlətlər də var ki, heç də bizlə yola getmək istəmirlər, bizə qarşı hansı işləri görürlər, bəli, dayanmaq da bilmirlər. Yəni, davam edir. Ona görə də mən hesab edirəm, bu keçirilən paradın hələ bir səsi çox yayılacaqdır. Səsi çox yayılacaqdır, çox müzakirələr olunacaqdır, hallanacaqdır lazım olan yerlərdə də. Amma yenə də oturmaq olmaz, arxayınlaşmaq olmaz. Siz dediniz ki, 44 gün müharibədən sonra euforiya qapıldılar ki, Azərbaycan da əlini ayağını qatlayıb oturacaq. Yox, bu düzgün deyil, belə olmaz, belə eləmək olmaz. Amma dövlət də dövlətdir də. Dövlət boş oturmur, hər şeyi hesablayır, hər şeyi ölçüb biçir, gələcəyi də nəzərə alır və görürsünüz də, özünüz də görürsünüz ki, texnologiya yenilənir, inkişafa doğru gedir. Türkiyə ilə olsun, Pakistanla olsun, digər dövlətlərlə olsun, fərq etməz. Ən əsas odur ki, yeni texnologiyaya uyğun olaraq lazımi olan artıq 4-cü və hətta 4-cü belə biz onu qəbul eləmirik. Artıq keçmişik 5-ci nəslə aid olan həmin o texnologiyalardan istifadə etməyə. Baxımından düşünürəm ki, gələcəkdə biz bilmədiyimiz, görmədiyimiz həmin o texnikaları da, o silahları da, sursatı da bizim baza əsasında Azərbaycanın hərbi, belə deyək də, o bazasında olan bütün o silahları inşallah hamımız yenidən görəcəyik. Ramil müəllim, ümumiyyətlə bilirsiniz ki, 44 günlük vətən müharibəsində müasir silahlardan istifadə olundu, müasir döyüş üsulu ortaya qoyuldu və s. Amma müasir döyüşlərdə ümumiyyətlə hava sistemindən müdafiə, belə deyək ki, hücumundan müdafiə sistemləri var ki, bunlar bugün nə dərəcədə həll edici rol oynuyor? Çox vacib məqama toxunur. Mən bəzi elə bu barədə danışmaq istəyirdim. Paradda bəzi məhsulların və onların təyinatı haqqında fikirlər bildirəcəm. Məsələ burasındadır ki, yəni açıq informasiyalardır artıq. Onlar paradda nümayiş olub və məqsəd təqdim etməkdir. Müasir müharibələrdə son 10 il ərzində baş verən müharibələrdə əsas problemlər dronlardır. Pilotsuz uçuş aparatları və həm də antidron sistemlərdir. Yəni, PUA-lara qarşı istifadə olunan texnologiyalardır. Və ən böyük problemlərdən biri isə dünyanın böyük bir kəşf kimi hesab etdiyi GPS sistemdir. Bu GPS sistem belə normaldır, əla istifadə edirsən və belə deyək, silahın hədəfə çatması üçün, raketin idarə olunması üçün, texnologiyanın idarə olunması üçün çox üstün bir sistemdir. Amma antidron sistemlər, yəni radioelektron mübarizə sistemləri bu GPS sistemlərə qarşı çox effektiv fəaliyyət göstərə bilirlər. Azərbaycan bu problemdən qaçmaq üçün, məsələn, Ukrayna bugün yaşayır bu problemi. Rusiyanın dərinliyində olan strateji məntəqələrə Ukrayna silahlı qüvvələrinin pilotsuz uçuş aparatları zərbələr endirir. Eyni formada da Rusiya, deyək ki, Ukraynanın dərinliyində olan müəyyən məntəqələrə zərbələr endirir. Bu problemdən yayılmaq üçün həm hücum kontekstində, həm müdafiə kontekstində Azərbaycan bu problemi həll edib. Həll etmək üçün müəyyən silahlar istiqamətində satın almalar layihəsi həyata keçirib. Hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün Azərbaycan BUK-2 və BUK-3 hava hücumundan müdafiə sisteminin, yəni Zenit raket kompleksini modernləşdirilərək, modernləşdirərək onu Vaşaq, Viking mərhələsində, yəni daha aşağı hündürlükdə hədəfi məhv etmək, ikincisi daha effektiv mobil idarə etmə sistemini inteqrasiya etmək istiqamətində addımlar atır. Bu birinci mərhələ. İkinci, hava hücumundan müdafiə sistemi üçün HQ-9 Çindən hava hücumundan müdafiə sistemi əldə edib.
bu hava hücumundan müdafiə sistemi əlbəttə ki, mütəxəssislər, yəni bu istiqamətdə fəaliyyət göstərən mühəndislər və mütəxəssislər, hətta Çin mühəndisləri özləri də etiraf edir ki, bəli, bu S-300, yəni Sovet, Rusiya istehsalı olan S-300 zenit raket kompleksinin, hava hücumundan müdafiə kompleksinin analoqudur. Amma yeniliklərlə bol olan bir analoqudur. S-300 bizdə də var, favorit, ən yüksək səviyyədə. Bu nədir? Aşağı hündürlükdə, yəni hava hücumundan müdafiə prosesində ən çətin proseslərdən biri də aşağı hündürlükdə, 200 metr hündürlükdə, 300 metr hündürlükdə sənə tərəf uçan, sənin ərazinə tərəf uçan silahı, raketi aşkar etmək birinci növbədə, ikinci növbədə onu məhv etməkdir. H-Q-9 hava hücumundan müdafiə sistemi məhz bu təyinatlıdır və həmçinin də Viking hava hücumundan müdafiə sistemi bu təyinatlıdır. Ardınca, bir məhsul haqqında da deyim, ardınca Icebreaker raketləri də yer-hava, yəni hava hədəflərini məhv etmək üçün yer-hava tipli raketdir, qanadlı raketdir. 300 kilometrə qədər, 200-300 kilometrə qədər məsafədə hədəfi məhv edə bilir. Avtonom rejimdə işləyir. Ən üstünlüklərindən biri isə, deyək ki, hansısa döyüş təyyarəsinə qarşı bu döyüş təyyarəsinə zərbə endirəcək, döyüş təyyarəsinin radioelektron mübarizə sistemi var özünün. Ona tərəf gələn GPS-i söndürə bilir, məhv edə bilir və s. ona qarşı mübarizə apara bilir. Məhz Icebreaker raketi GPS sistem olmadan hədəfi məhv etmək təyinatını rahat icra edə bilir. Bundan başqa həmçinin Streaker pilotsuz uçuş aparatları da eyni formada GPS sistem olmadan istifadə oluna bilir. Bütün bunlar Azərbaycanın həm hava hücumundan müdafiə sistemini təmin edir, həm də düşmənin hava hücumundan müdafiə sisteminə qarşı, radioelektron mübarizə sisteminə qarşı uğurlu döyüş əməliyyatları həyata keçirə bilir. Bu, Azərbaycan üçün, Azərbaycanın müasir döyüş aparması üçün uğurlu, effektiv bir addımlarından biridir və düşünürəm ki, gələcəkdə Azərbaycan müdafiə sənayesi sektorunda bu məhsulların istehsalı istiqamətində də və yaxud da bunların analoqunun yaradılması istiqamətində də müəyyən addımlar atılacaq. Yəni, bu baxımdan bu parad, bəli, Ermənistanın və Azərbaycana dost olmayan ölkələrin Azərbaycanın hava hücumundan müdafiə sistemi ilə bağlı və yaxud da hava məkanına keçmək kimin fikirlərindən yayındıracaq və həmçinin özlərinin hava hücumundan müdafiə sisteminin hansı təhlükələrlə üz-üzə qaldığı haqqında düşünəcəklər. Aydındır. Telman müəllim, biz az öncə bu, belə deyək ki, texnikadan danışdıq, paradda nümayiş olunan silahlardan danışdıq. Ümumiyyətlə, eyni zamanda da elə Türkiyə, Pakistanın bu texnikasından danışdıq. Ümumiyyətlə, bu parad siyasi baxımdan hansı mesajı verdi ölkələrə? Çox böyük mesajlar verdi. Misal üçün, yenə bu təkrarçılıq olmasın, Azərbaycanın son illər, xüsusən də 44 günlük zəfər belə qələbəmizdən sonra beynəlxalq arenada nüfuzunun nə qədər artmasını biz müşahidə edirik, görürük. Azərbaycanın xarici siyasəti, Azərbaycanın xarici siyasətindəki olan həmin o elementlərə biz baxanda, görəndə görürük ki, nə qədər irəli getmişik və nə qədər hörmət və nüfuz qazanmışıq. Siz təsəvvür edin ki, bir 5 il bundan öncə Azərbaycanın prezidentinin və yaxud da ki, onun ətrafında olan bu xarici siyasətlə məşğul olan şəxslərin belə münasibət necə idi dünyanın? Digər, o dost dövlətlər bəlli məsələ idi. Sözlə Fransanı götürək, Amerikanı götürək. Bir müddət gördünüz Amerikanın bizə qarşı olan münasibətlərini gördünüz Bidenin vaxtında. Və bu qısa bir
bir zamanda 44 günlük müharibədən sonra Azərbaycanın belə deyək də beynəlxalq siyasət arenasında Azərbaycana qarşı olan münasibət necə dəyişdi? Nə qədər biz uğurlar əldə edə bildik. Azərbaycanın bayrağı artıq o böyük dövlətlərin bayraqların sırasında görünməyə başladı. Bu balaca bir məsələ deyil. Böyük bir imperiyanın, dünyanın bir nömrəli bir dövlətin rəhbəri dönüb Azərbaycanın prezidentini tərifləyir və xoş sözlər deyir, xoş ifadələr deyir. Bunlar var idi mi? Biz bunu heç ağlımıza gəlməzdi. Belə bir şey bizim ağlımıza gəlməzdi. Sadəcə olaraq biz düşünürdük ki, nə zaman Azərbaycana qarşı olan bu münasibətlər soyuyacaqdı. Normal bir vəziyyət formalaşacaqdı. Amma formalaşacaq nədir? Hələ ondan da artıq biz məsəl üçün beynəlxalq arenalarda nüfuzumuzu qazandıq və sözümüzü deyirik. Biz artıq təkcə regionda deyil. Yəni bugün region da biz nəzərə alsaq, regionda Azərbaycanın sözü olmadan, net şəkildə sözü olmadan, fikri bilinmədən burada məsələlər həll olunmur. Bunun özü çox balaca bir məsələ deyil. Və təsəvvür edin ki, Amerika kimi bir dövlətdə orada erməni diasporası 200 ildir, 150 ildən çoxdur ermənilər orada formalaşıblar. Onların o dırnaq arası soyqırımından göyə qaçıb gedənlərin nəbələri, nəticələri böyüblər. Onlar bütün sferalarda təmsil olunurlar Amerikada. Nəinki Amerikada, Avropa, dünyanın hər yerində. Və o nəslin içində cənab prezident və onun komandası belə bir siyasət yürütmək, belə bir nüfuz qazanmaq, söz sahibi olmaq, mən bilsiz, Allaha belə qarşı gedənlər çox olur da, belə, mən yəni nəyə görə deyirəm Allaha? Yəni Allah Taala bizə bax bu xoş günləri bəxş edib, amma siz görürsünüz ki, nə gedən xoş olmayan sözlər işlədirlər, ifadə, sanki elə bilən ki, özümüzünkülər bu qurduğumuz bu xarici siyasətə paxıllanırlar, narahat olublar, belədir, başlayırlar əlavə sözlər istifadə eləməyə. Nə istəyirsiniz, qardaş? Bu yenə qeyd edirəm, bəlkə də Azərbaycanın tarixində, bəlkə də yox, dəqiq mən sizə deyirəm, belə 100 illik götürsək biz, Azərbaycanın ilk dəfə 100 illik tarixində dünyanın, yəni beynəlxalq təşkilatların, beynəlxalq dünyanın, ölkənin rəhbərləri arasında Azərbaycana qarşı belə münasibət ilk dəfədə belə bir münasibət formalaşır. Bu boşuna deyil, illərin zəhməti nəticəsidir. Cənab Prezidentin ətrafındakı inandığı o xarici siyasətlə məşğul olan qüvvələrin zəhməti nəticəsidir. Bilirsiniz, bu postsovet dövlətlərin rəhbərləri ilə dil tapmaq biraz rahatdır. Onlarla görüşmək, nəsə müzakirələr aparmaq. Amma bu qərbdir. Bu qərb dövlətlərin rəhbərləri ilə dil tapmaq, bunların psixologiyasına təsir etmək və bunlara Azərbaycanın haqlı olduğunu yedirtmək bunlara, bilirsiniz nə qədər çətin məsələdir. Yenə qeyd edirəm ki, üstəlik də ki, erməni diasporası, erməni siyasəti 100 illərdən çoxdur davam edir Azərbaycana qarşı. Demək olar ki, cənab prezident bu gücü ilə nəinki Azərbaycanın bütöv o bazasını gücləndirdi. Hətta o siyasəti ilə dünya erməninin diasporasını məhv elədi. Ramil müəllim, biz bilirik ki, bu parad 3-cü dəfə idi keçirilirdi Azərbaycanda. Birinci dəfə ilə müharibənin qazandığımız il keçirildi Bakıda. İkinci dəfə ilə antiterror əməliyyatından sonra Xankəndidə və bir də bu dəfə keçirildi. Ümumiyyətlə soruşmaq istəyərdim ki, bu dəfəki parad digərlərindən nəyin fərqlənirdi? Ümumiyyətlə fərqli cəhətlər var idi mi? Demək, 2020-ci il Vətən müharibəsindən dərhal sonra keçirilən hərbi parad qələbə paradı idi. Yəni bu birbaşa Azərbaycanın düşmən üzərində əldə etdiyi qələbənin nümayişi idi. Antiterror əməliyyatından sonra Xankəndində keçirilən hərbi parad da Azərbaycan ərazi bütövlüyünün, yəni suverenliyinin tam olaraq həll olunması, bu separatizmdən xilas olmağımızın, separatizm üzərində qələbə çalmağımızın bir nümayişi idi. Amma bu parad özündə iki istiqaməti ehtiva edir. Bu həm qələbə paradıdır, artıq biz zəfərimizin sahibiyik, qələbəmizin sahibiyik. Birisi də qələbəni qazanmaq asandır, onu qoruyub saxlamaq, uzun illər möhkəmləndirmək olduqca çətindir. Bu isə bizim həm qələbəmizin
paradı idi, qələbəmizin ildönümü idi, həm qələbəmizin möhkəmləndirilməsinin nümayişi idi, həm də Azərbaycan ordusunun nümunəvi keçidi ilə silah texnikasının nümayişi idi. Azərbaycan ordusunun həmçinin dost ölkələrlə birgə dünyaya ismarışı idi, mesajı idi və regional proseslərdə, dünyada gedən proseslərdə öz mövqeyinin, öz fikrinin olmasını izah etməsi idi. Baxın, bir məqam deyim. Ümumiyyətlə, hərbi texniki vasitələrin satın alınması məsələləri, hərbi siyasi istiqamətdə əməkdaşlığın formalaşdırılması, bütün bunlar hamısı siyasi məqamlardır, siyasi çalarlardır. Birinci siyasətçilər bu qərarları verirlər, sonra digər proseslər həyata keçirilir. Və bu hərbi paradda ümumiləşdirilmiş formada hərbi paradı biz təhlil edərsək, görərik ki, Azərbaycan bu hərbi paradda özünün siyasi iradəsini tam olaraq nümayiş etdirdi ki, biz Azərbaycan təkcə deyək ki, siyasi baxımdan deyil, həm də hərbi siyasi baxımdan, həm də hərbi baxımdan müstəqildir, öz qərarını özü verir, tərəfdaşlarını özü seçir, silah texnika istiqamətində satın almalar, yaradılmalar istiqamətində özü qərar verir və bundan sonraki yolu da, bundan sonraki istiqamətini də artıq özü seçir. Yəni, bu baxımdan hesab edirəm ki, bu paradın əhəmiyyəti təkcə onun silah texnikalarının nümayişi deyil, həm də siyasi mesajları ilə, siyasi ismarışları ilə və hərbi siyasi iradəsinin nümayişi ilə həm Azərbaycan tarixinin, həm region tarixində, bölgənin tarixində, ümumilikdə Avrasiya bölgəsinin tarixində yadda qalacaq və Azərbaycanın bundan sonraki yolunun konkret istiqamətlərini bəyan edəcək. Telman müəllim, ümumiyyətlə paradın keçirilməsi gələcək belə deyək ki, gənclərə nəyi aşıladı? Mənəviyyat baxımından, birlik, bərabərlik baxımından? Əlbəttə, o gənclərimiz, əgər fikir verdiksə, daha çox orada sevinən, elə aktiv olan təbəqə gənclərimiz idi. Mən onunla 2 gün, 3 gün izlədim o paradın hazırlığını, gedirdim. Xüsusən orada dostlar da çoxdur. Əməkdaşlarımız da olubdur, keçmə əməkdaşlarımız da orada görüşürdük və o paradın gedişatına baxırdım, necə hazırlıq işləri gedirdi. Və orada hələ o zamandan mən görürdüm ki, gənclərimiz artıq bayraqlar əllərində. Həmin o paradın hazırlıq işlərində gəlib, dayanıb necə ürəklə, necə həvəslə onları müşahidə edirdilər. Hətta bəziləri suallar verirdilər ki, bu texnika nədir, dayı, bu nədir, bu uçaq pilosuz, maraqlanır, bilmir, indi uşaqlardır. Dedim, ay oğlum, bax, bu keçdi, bax, indi bax, həmin bu arabanın üstündəki olan İldırım 8-dir, havadan hücum müdafiələrinə qarşı o kompleksdir bu. Məsəl üçün, orbit uçaq aparatları var idi, 1, 2, 3, 4. Mən onlara baş salırdım ki, bunlar təkcə hücum xarakterli deyil, oğlum. Bax, burada bu işarəni görəndə bilginən ki, bu həm kəşfiyyat xarakterlidir, gedib hədəfləri kəşfiyyat edib çəkir. Həm də yeri gələndə bunların, sən fikir verirsən, deyirəm, görürsən orada hədəfləri vurmaqdan ötərin, düşmənin hədəflərini məhv etməkdən ötərin. Orada onların, məsəl üçün, mərmiləri var, bunlarla da məhv olunur. Uşaq da bilmirlər. İndi bunları izah eləmək lazımdır. Digər orada texnikalar var idi ki, bəs bu texnika, deyirəm, oğlum, bu artıq Rusiyanın istehsal elədiyi texnikadır. Məsəl üçün, bu S-300-dür, bu falandır, tank 70-dir, 72-dir, tank 90-dır. Bunları başa, necə bunları aid elə, necə bir-birinə aid başa salırdım. Bütün xırdalıqları, gördüm, maraqlanırlar da. Yoxsa elə təkcə quru-quru oturub parada baxmaqla deyil ki, bu uşaqlar gərək bütün o texnologiyanı, bütün o işarələri, bir dəstə çətin idi. Nə üçün çətin idi? O texnikaların və cihazların üzərində işarələr yox idi. Yəni, o da, mən biləm nə üçün yox idi. O biraz çətinlik yaradırdı insanlarda. Gördüm ki, telefonda axtarırlar, şəkili çəkib. Amma tapa bilmir, dəqiq tapa bilmirlər ki, bu nə silahıdır. Təbii ki, indi onun üstündə işarə olanda dərhal onu sən tapa bilirsən ki, bunun texniki göstəriciləri nədir, nə deyil, M hərfi nədir, bu birisi hərf orada yazılırsa böyründə, bu nəyi göstəricisidir. Bu biraz çətinliklər yaradırdı, amma yenə də gənclər maraqlandıqca, təbii ki, indi bizdə
əsl hərbiçiyik də. Biz kənardan gələn hərbiçilər də özümüzə qoşub hərbiçi olmamışıq. Biz bu yolu keçən insanlarıq. Təbii ki, bu keçmişik, bunun dərsini keçmişik. Ona görə də o uşaqlara dəqiq informasiyanı vermək lazımdır ki, uşaqlar böyüyürlər, gənclərdir, cavanlardır. Bunların hamısını o texnoloji o göstəricilərini nə qədər hər şeyi bilsinlər. Bu baxımından gənclərimiz üçün belə paradların keçirilməsi təbii ki, çox böyük ruh yüksəkliyi yaratmışdı. Mən yenə qeyd edirəm, təkrarçılıq olmasın. Mən 3 gün orada oldum. Mən onlardakı olan o həvəsi gördüm ki, bayraqlar artıq əllərində, bellərində gəlmişdilər. Paradı gözləyirlər ki, nə zaman başlayacaq parad? Tez olsun parad. Belə. Sağ olun. Yəni çox yaxşı təşkilatçılıq çox yüksək səviyyədə. Hər şeyə görə Ali Baş Komandanımız cənab prezidentə minnətdarıq ki, bu xoş günləri, bu gözəl günləri, nəhayət ki 30 il əziyyət çəkdiyimiz bu günü arzusunda olduğumuz günləri bizə bəxş eləyir. Ramil müəllim, biz texnikadan kifayət qədər danışdıq, indi çalışdığımız qədər, yəni vaxtımız imkan verdiyi qədər, amma istəyirdim burada belə deyək ki, digər məsələlərdən də danışaq. Biz komando briqadasının yaradılması, ümumiyyətlə bu sahədə hərbiçilərimizin psixoloji hazırlığı və s. baxımından bu komanda ilə bağlı istəyirdim bu əməliyyatlarda bunların belə deyək ki, özünü hansı formada doğrultmasından başlayaq. Ümumiyyətlə, Müdafiə Nazirliyinin, ümumiyyətlə silahlı qüvvələrin Vətən müharibəsindən sonra Müdafiə Nazirliyinin strukturlarında fundamental dəyişikliklər həyata keçirildi. Quru qoşunların əhatəsi genişləndirildi, yəni ayrıca bir struktur olaraq formalaşdırıldı. Quru qoşunların tərkibində komando hərbi birləşməsi yaradıldı ki, bu da Azərbaycan ordusunun xüsusi təyinatlı döyüşlərdə, yəni vacib döyüşlərdə, hansı ki, məsələn, antiterror 2023-cü ildə antiterror əməliyyatında komando hərbi birləşmələrinin, komandonun bölmələri çox uğurlu əməliyyatları icra etmişlər. Və hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin ümumiyyətlə peşəkar ordu birləşməsinə çevrilməsi, yəni struktur baxımından o peşəkar ordu birləşməsinə çevrilməsi istiqamətində məhz komandonun yaradılması ciddi addımlardan biri idi. Yəni xüsusi təyinatlı qüvvələr var idi. Sonra hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı bölməsi var idi. Bununla yanaşı digər silahlı qüvvələrin də xüsusi təyinatlı bölmələri var idi. Dövlət Sərhəd Xidmətinin, daxili qoşunların və s. Və ardınca komando hərbi birləşməsinin yaradılması da məhz bu istiqamətdə aparılan işlərin uğurlu davamı idi. Mən bir məqamda qeyd etmək istəyirəm. Demək, silahlı qüvvələrimizdə yeni struktur da yaradıldı. İnsansız avadanlıqlarla qurğularla qoşunlar, avadanlıqlar qoşunlar belə bir struktur yaradıldı. Bu struktur hansı məqamda vacib hesab olundu? Biz həm 2016-cı ildə, həm 2020-ci ilin Vətən müharibəsində, həm 2023-cü ilə qədər olan antiterror əməliyyatlarında və 2023-cü ildə antiterror əməliyyatında pilotsuz uçuş aparatlarından istifadə etdik və elə bir mərhələyə gəldi, çatdı ki, Azərbaycan ordusu bugün demək olar ki, dünyanın ilk 20 ölkəsindən biridir ki, arsenalında bu qədər çeşiddə pilotsuz uçuş aparatları var. Məsələn, Aerostat, Arbiter, bir neçə variantda, Kamikadze variantında, müşahidə kəşfiyyat variantında, Heron, Hermes, Harop, Sky Sticker və s. Bu kimin pilotsuz uçuş aparatları artıq bunların bir mərkəzdən idarə olunması, bir mərkəzdən koordinasiya olunması vacib olur. Bu baxımdan həm peşəkar ordu strukturunun formalaşdırılması, yəni döyüşçülərin, həm də ümumilikdə strukturun genişləndirilməsi baxımından ötən 5 il ərzində ciddi addımlar atıldı. Telman müəllim, biz az öncə qeyd elədik Azərbaycanın digər ölkələrlə bu hərbi sahədə əməkdaşlığını, xüsusilə burada Türkiyənin adını çəkdik və Pakistanın adını çəkdik. Ümumiyyətlə, Azərbaycan daha hansı ölkələrlə hərbi əməkdaşlıq edir və ümumiyyətlə alınan silahlar, alınan texnika hansı formada özünü doğruldur?
Təbii ki, bu bəllidir. Belarusiyanı biz burada qeyd etməliyik, İsraili burada biz mütləq qeyd etməliyik. Sloveniyada, burada Çexoslovakiyada da birgə bunların müşahidə elədikləri silah sursatlarıdır. Mən yadımdadır, bir zaman biz xidmətdə olanda hələ Hindistandan da danışıqlar aparılırdı ki, Hindistanla da əməkdaşlıq olunsun. Amma nəsə 44 günlük müharibədən sonra Hindistan bizdən üz döndərdi. Ondan artıq 1-2 il öncə də görürdük ki, Hindistan münasibəti tamamilə fərqləndi Azərbaycana qarşı. Yəni, indi o Hindistanı qoyaq bir kənara. Amma bu dövlətlərlə xeyli texnikalar əldə olunubdur. Məsəl üçün, Sloveniyanın Kalaşnikov avtomatların digər avtomatlarla əvəz olunması məsələsi gündəmdə idi, alınmalı idi, qumbaralardır. Təkcə burada silahlar deyil, hətta tibbi ləvazimatların, tibbi, demək, belə deyək də, təxliyə olunması üçün arabaların alınması idi, maşınların alınması idi və yaxud da ki, birgə fəaliyyət göstərib, həmin o maşınları Azərbaycanın hərbi sənayesində istehsal elətdirilməkdir və oldu da Azərbaycanın öz istehsal elədiyi həmin o təxliyə avtomobilləri də hazırlandı çox yüksək səviyyədə. Və bir çox məsələlər var ki, burada, məsəl üçün, Çexiyadan alınan haubitsalarda, özü yeriyən haubitsalarda 44 günlük müharibədə bunun nə qədər özünü doğrultduğunu mən gözümlə gördüm. Mən birbaşa o döyüşün içində olan adam idim və görürdüm ki, nə qədər effektiv və zərbə indirici bir gücə malik olan bax bu haubitsaları idi və digər texnikaları idi ki, istifadə olunurdu. İsraildən də danışmayaq, aydın məsələdir. Haronu pilotsuz uçaq aparatları nə qədər özlərini göstərdilər. Türkiyədən təbii ki, aydın məsələ idi. Bilirsiniz, 16-cı ildəki o bir günlük, 2 günlük belə deyək də, o müharibə bizim üçün bir hazırlıqlıq addımı idi, atdıq biz. Hazırlaşmaq və belə deyək də, motivasiya etmək üçün bu müharibə oldu və biz boşluqları gördük. Biz gördük, harada nə isə biz hansı boşluqları buraxa bildik və digər o 44 günlük müharibəyə qədər avqust hadisələri baş verdi. Yadınızdadırsa, xatırlayırsınızsa da, orada da yenə düşmən tərəfi müxənnətlilik elədi Azərbaycana qarşı. 44 günlük müharibədə artıq hazırlıqlı ilk dəfə olaraq Azərbaycan qoşunları, Azərbaycan ordusu birgə, əlaqəli, birgə fəaliyyət göstərdilər. Burada bütün Azərbaycanın ordusundakı olan qoşun növləri iştirak elədi. Belə deyək də, sərhəd qoşunları bütün orada iştirak elədi. Xarici kəşfiyyat orada iştirak elədi. DTX iştirak elədi. Azərbaycan Milli Ordusu iştirak elədi. Və xüsusi təyinatları, hər birinin, hər o qoşunların öz xüsusi təyinatları ayrı-ayrılıqda iştirak elədilər və necə yüksək səviyyədə bu döyüşü apara bildilər. Məsəl üçün, Hikmət Mirzəyevin burada adını necə çəkməyə bilərsən ki, hazırladıq illərlə xaricdə, orada, burada əziyyətlə, əzabla hazırladıqları o əjdaha kimin o oğlanların, uşaqların, hərbçilərimizin, xüsusi təyinatlarımızın alnı təri nəticəsində o torpaqlar işğaldan azad olundu. Buna görə də Azərbaycanın ordusunun qısa zamanda NATO standartlarına uyğunlaşdırılması, bütün o arsenalındakı olan silahları yeniləmək, təzələmək, Sovetdən qalma o ömrünü yaşayıb bitmiş o silahları təmizləmək lazım idi. Buna vaxt lazım idi, zaman lazım idi və pullar lazım idi ki, bu qədər pul xərcləyəsən sən, bu qədər şəxsi heyəti, bu şəxsiyyətin harada, necə gedib, təhsil alıb gələnləri mən yaxşı bilirəm, mən gözəl bilirəm. Onlar gedirdilər, hansı ölkələrdə o təcrübələri toplayırdılar və o texnikaları öyrənirdilər. Yeni növ texnologiyanın, yeni növ, məsəl üçün, insansız o pilotsuz aparat, uçuş aparatlarının belə realda görmüşəm. İlk dəfə onlar gələndə Azərbaycana bizim o işlə məşğul olacaq o əskərlərimiz, gizirlərimiz, maxillərimiz əziyyət çəkirdilər. Çünki ilk dəfə də belə bir şey görürlər. Amma getdikcə bugün artıq Azərbaycanın silahlı qüvvələrinə aid olan o təhsil ocaqlarında bizimkilər həmin o pilotsuz uçaq aparatlarından, dronlardan dərs keçirlər. Dərs keçirlər. Siz təsəvvür edin ki, qısa zamanda, mən sizə deyim də bir hardasa 7 il ərzində bizimkilər necə güclü bu texnologiyanı öyrəndilər, artıq dərs keçirlər. Yəni artıq xarici ölkələrdən mütəxəssislər gəlib bu dərsləri keçmirlər. Bizimkilər getdilər, oxudular,
qavradılar, qəbul elədilər, gəlirlər, indi özümüzü belə deyək də, öz kadrlarımızı hazırlamaqdayıq. Baxımından hələ çox texnikalardan danışmaq lazımdır. İndi olmaz da, indi onlar istəyirdilər. İndi orada bir çox cihazlar var ki, onlar müşahidə cihazlarıdır, istehsal eləmişik, istehsal olunur, alınır. Məsəl üçün, əvvəllər Şahin gözlər var idi, Bəyquş gözlər var idi, ondan danışmaq olmazdı. Artıq onlar qaldı keçmişdə, öz effektliyini itiribdir, ondan daha güclü, daha belə. Lazerli silahları var, hansı ki, heç nümayiş edilmədi, göstərilmədi. Bunlar indi gələcəyin, inşallah, yəqin ki, gələcək paradlarımızda artıq öz vaxtı gəlib çatanda nümayiş etdiriləcək. Xalqımız görəcək ki, Azərbaycan ordusu nə silahlarla təmin olunubdur. İnşallah. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Fikirlərinizi bölüşdünüz, minnətdaram bir daha. Qeyd edək ki, Azərbaycanda keçirilən paraddan, nümayiş olunan texnikalardan danışdıq. Müsahiblərimiz isə hərbi ekspert Ramil Məmmədli və hərbi siyasi ekspert Telman Qasımov idi. Bununla da orta gün bugünlük işini yekunlaşdırdı. Sabah yenidən görüşəcəyik.